Salam, hər vaxtınız xeyir, əziz izləyicilər. Tek Nəsli podkastının növbəti buraxılışında sizləri xoş gördük. Qeyd edim ki, Tek Nəsli podkastına 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, eləcə də Women in Tech təşkilatının birgə əməkdaşlığı çərçivəsində baxırsınız. Bugün mən Xəyalə Fətullayeva, mən Şəbnəm Məmmədova sizlərlə birlikdə olacağıq və bugün çox maraqlı bir qonağımız var. İstərdim ki, Şəbnəm onu təqdim etsin. Gözəl qonağımız Periv şirkətinin həm təsisçisi və icraçı direktoru Türkan Fərzəliyevadır. Xoş gəlmisiniz Türkan xanım. Xoş gördük. Nəhayət ki, aramızda xanımları da yavaş-yavaş görməyə başlayırıq. Elə təqdimatdan da yəqin başa düşdüyünüz kimi çox düzdür, son zamanlar son illər daha tez-tez rastlaşırıq artıq startap və innovasiya ekosistemində xanımlarla. İxtisaslaşmış bir startap qurmaq, ümumiyyətlə startap founderlar arasında Türkan xanımın ümumiyyətlə bu sahəyə maraqlandıran, yəni onun diqqətini çəkən əsas məqamlar nələr oldu? Ümumiyyətlə, fintech siz də qeyd etdiyiniz kimi çox spesifikdir və mən hər zaman bunu qeyd edirəm ki, mənim maliyyədən heç xoşum gəlmir. Mən daha əvvəldən öz karyeramın ilk vaxtlarından, yəni son belə deyək 10 ildən çox müddətdə marketinq və biznes sahəsində daha çox çalışmışam və 10 il əvvəl ya da 15 il əvvəl mənə desəydiniz ki, fintech startapı quracaqsan, yəni mən gülərdim. Çünki dediyim kimi maliyyəni, finansı heç sevmirəm. Bəlkə elə buna görə də daha yaxşı həll verə bildim və yaxud da həll düşünə bilirəm deyə düşünürəm. Çünki startaplara gəlməyim hardasa bir 6 il əvvəl idi. Başqa bir startapla başlamışdım. Bu marketlərdən evə çatdırılma bir mobil tətbiqi idi. Orada da həm təsisçilərdən biri idim və çox yaxşı bir vaxtda, koronanın olduğu bir vaxtda, yaxşı dediyim dırnaqarasıdır, belə yaxşı səslənmir, amma həmin o mobil tətbiq üçün çox əlverişli bir vaxt idi. Çünki hər kəs evdə idi. Əslində həqiqətən də yaxşı vaxt o. Yəni toplum üçün, cəmiyyət üçün çox da yaxşı deyildi, amma mobil tətbiq üçün yaxşı idi və həmin bir vaxtda hər kəs evdə oturanda marketlərdən evə çatdırılma bir tətbiqi hazırlamışdıq. Bunun kuryer sistemini və s. qurmuşduq. Amma ən böyük çətinliyimiz bu mobil tətbiqin son hissəsinə, yəni səbətə əlavə et hissəsindən sonrası hissəsi ödəniş tərəfi gedir, ödəniş səhifəsi gedir. Həmin o ödəniş səhifəsinə partnyor tapmaqdaydı. Əlbəttə ki, bir çox çətinliklər var idi. Çünki 6-7 il bundan əvvəl çox da məşhur deyildi ümumiyyətlə bizdə ekosistemdə çox startap da yox idi. Ona görə ödəniş partnyoru tapmaq çox çətin idi. Əlbəttə ki, biz birinci banklara üz tutmuşduq, amma banklardan biraz proseslər çox yavaş gedir və istədiyimiz nəticəni əldə edə bilməmişdik. Başqa baxırdıq bazarda bizim üçün tez inteqrasiya edə biləcəyimiz və yaxud da onboard ola biləcəyimiz hansısa bir şirkət olarmı, partnyor, onu da tapa bilməmişdik. Ödənişli var idi biri. Qərara gəldiniz ki, elə bunu da özümüz yaradaq. Yeni yaranan startap üçün, bəli, yeni yaranan bir startap üçün çox çətin olurdu. Çünki investisiyamızı ancaq dayanmadan xərcləmək istəmirik. Və sonra yavaş-yavaş artıq bu problemləri də görəndən sonra və ən əsası bazar araşdırması eləyəndən sonra, çünki bizdə çox vaxt bazar araşdırması edilmədən hər hansısa bir biznesə başlanılır. Çox bazar araşdırmaları edəndən sonra, bazar potensialını öyrənəndən sonra belə bir ideyanı həyata keçirmək qərarı aldıq. Biz hər yerdə, biz indi də deyirik fintech, hər yerdə fintech həllər və s. Mən istərdim ki, bizi izləyənlərə ümumiyyətlə fintech nədir? Yəni burada hansı həllər var və nə üçündür? Açılışını verək. Fintech sözü ümumiyyətlə finans və texnologiya sözlərinin birləşməsidir və maliyyə xidmətləri görən şirkətlərdir. Amma texnologiya da əlavə olunursa bu maliyyə sferasına, bu zaman artıq daha innovativ bir həllərlə olmalıdır və bu ənənəvi maliyyə təşkilatlarından daha fərqlənməlidir. Necə fərqlənə bilər? Daha tez reaksiya verən bir təşkilat olmalısan, startupsansa xüsusilə burada agile sistemləri olmalıdır, daha flexible olmalısan bütün gələn sorğulara və ən rahat bir həlli verməlisən ki, məsələn bizim o bundan əvvəl danışdığım startupda kimi əziyyət çəkməyəsən və 6-7 ay gözləməyəsən ki, sənə nə vaxtsa o API-lar veriləcəkdir və sən onu qoşacaqsan öz sisteminə və istifadə edəcəksən və yaxud da qeydiyyatdan keçəndə
aylarla gözləməməlisən. Çünki hər kəsin biznesinin ən belə də can alan nöqtəsi onun ödəniş qəbul etmə hissəsidir, qazancı əldə etmə hissəsidir və biz də bu hissədə araya giririk və deyirik ki, bir dəqiqə bizneslərə deyirik ki, biz sizə dəstək olacağıq ki, siz ödənişləri rahat şəkildə qəbul edəsiniz. Bildiyimiz bir çox ənənəvi maliyyə təşkilatları var. Bunlardan daha fərqlənir, çünki texnologiya əlavə edirik və daha innovativ bir sfera yaranmış olur. Türkan xanım, Fintech-in maliyyə və texnologiyaların belə deyək də inteqrasiyasına yaranan bir fəaliyyət istiqaməti olduğunu başa düşdük. Bəs onun hansı növləri var, yəni və necə gəlir əldə edirlər daha çox? Burada biraz daha terminoloji getmək istəmirəm, amma B2B var, B2C var, var fərdi şəxslərə xidmət göstərən, var biznesə xidmət göstərən, bir neçə segmenti və hədəf kütləsi var. Məsələn, bizim təşkilat daha çox bizneslər üçün xidmət göstərir və biz bizneslərə dəstək oluruq ki, onlar öz ödənişlərini müxtəlif yollarla qəbul edə bilsinlər. Və buna görə də burada bank servisləri var, bank olmayan kredit təşkilatları var və s. Bunlar daha ənənəvi hal-hazırda davam edirlər. Amma fintechlər, yəni bizlər həmin o partnyorlardan, banklardan dəstək alaraq daha sürətli həll verə bilirik öz müştərilərimizə. Walletlar var, elektron cüzdanlar, bunu yəqin ki, çox adam istifadə eləyir, B2C-lər üçün ən azından. Mən bir sual vermək istərdim ki, ola bilsin ki, bizi izləyənlər arasında belə deyək, həvəslənən, baxan və startup başlamaq niyyətində olanlar olsun. Ümumiyyətlə bir startup təsisçisi olaraq, co-founder olaraq gənclər nələri bilməlidir startupa başlamazdan öncə? Yəni sizin experience-lər nədən oldu? Nələrə hazır olmaq lazımdır və yaxud da proses ümumiyyətlə nədən ibarətdir? Ümumi danışacağım. Bu yaxınlarda da bir gənclərlə olan bir konfransda, yəni seminardaydıq, belə deyim. Və diqqət eləyirdim ki, orada çox adam startup qurmaq istəyənlərdir və onlara da dedim ki, mən artıq tələbələrlə çox danışmamaq istəyirəm və universitetlərə çox getməməyə qərar almışam. Çünki bizdə belə bir düşüncə var da, deyirlər ki, universiteti buraxdı, getdi, startup qurdu və uğurlu oldu. Amma nə qədər belə bir adam var? Ona görə gənclərə ilk həmişə ümumiyyətlə məsləhət verməyi sevmirəm, amma gənclərə verəcəyim bir məsləhət bu olacaqdır ki, birinci, əgər təhsillərindən məmnundularsa, onu tamamlasınlar və o üzrə işləməyə istəyirlərsə, o təhsili tamamlasınlar. Həmin o təhsil üzrə işləməyə başlasınlar korporativ şirkətlərdə. Çünki korporativ şirkətlər məhz bizə disiplinli olmağı, punktual olmağı, məsuliyyətli olmağı, komanda içərisində çalışmağı, təzyiq altında çalışmağı olsun və müəyyən bir mühitə öyrəşməyi, adaptasiya olmağı öyrədir. Bu ayrı. İkincisi bizə network verir, bizə ətraf mühit verir, ətrafdakı insanları verir və onlarla əlaqələr verir. Çünki biz öz çalışdığımız korporativ şirkətdə özümüz ətrafımızdakiləri tanıyırıq, iş yoldaşlarımızı, bir də əməkdaşlıq etdiyimiz digər şirkətləri tanıyırıq. Ona görə mütləq bu networku yığmalıdır, təcrübəni yığmalıdır. Startup founder başa düşməlidir ki, mən gələcəkdə şirkət quranda necə bir mühit yaratmaq istəyirəm və hansı mühitdə istəyirəm ki, mənim əməkdaşlarım, komanda yoldaşlarım da çalışsın. Ona görə birinci növbədə mütləq təcrübəyə ehtiyac var və təcrübəsi az olanların, yəni belə deyək də, daha gənc yaşlarda başlayan insanlara diqqət eləsə statistikalara daha çox təcrübəsiz olublar, uğursuz olublar, təcrübəsi deməyək, uğursuz olublar. Amma daha yuxarı yaşlarda olanda, özüm üçün demirəm bunu, amma daha yuxarı yaşlarda olanda ən azından gələ biləcək təhlükələri hiss eləyə bilirsən və əlaqələrin olur. Bu əlaqələrindən istifadə etməyə başlayırsan. Çünki iş mühiti onsuz da biznes belə bir şeydir. Əlaqələrlə işləyir, kommunikasiya ilə davam eləyir və buna görə də mütləq təcrübə və networking lazımdır ki, sənə investisiya etsinlər. Çünki bir startup founderının backgroundu nədir? Ona niyə investisiya eləsinlər? Bu suallar yaranır. Ona görə o backgroundu tamamlamaq lazımdır. Bu təhsil ola bilər. Bu əlbəttə ki, təcrübə ola bilər. Bir çoxunuz yəqin görmüsünüz, pitch decklərdə göndərəndə tim hissəsində, komanda hissəsində yazılır ki, Google-ın ilk 20 əməkdaşından biridir.
Bəli, Co-founderu da deyilmir. Təcrübə Yəni, ilə verilir. Bəli, həm təsisçisi də deyilmir, CEO-su da deyilmir. Deyilir ki, ilk 20 əməkdaşdan biridir və artıq onlara yatırım edirlər. Niyə? Çünki onun təcrübəsi var. Yəni böyük bir şirkətin ilk 20-sində olubdur. Əslində belə bir stereotip var ki, startapçılar adətən gənclər olur. Amma statistikada göstərir ki, 35 yaş hətta daha üzəri olan insanların startapları ən çox uğur qazanan ümumiyyətlə dünyada statistika üzrə həmin insanlardır. Ona görə yəni 35 yaşından yuxarı olan insanlara motivasiyadan düşməsinlər. Gənclik belə deyək, illərini arxada qoymuş olsalar da uğur göstəriciləri yüksək ola bilər. Mən 28-29-da başlamışdım amma 30-dan sonra uğurlu olmuşam. Yəni o da var. Çünki doğrudan da o təcrübənin yaşla gəldiyini, zamanla gəldiyini də hiss eləməyə başlayırsan. Mən hər zaman deyirəm, mən 10 ildən çox, 12 il belə də konkret desəm, bir marketinq sahəsində çalışmışam, müxtəlif vəzifələrdə çalışmışam, departament idarə etmişəm və idarə etməni öyrənmişəm ən azından. Düzdür, şirkət idarə etmək tamam fərqlidir. Özün eyni anda 7-8 departament olursan, startapda xüsusilə, korporativlərdə təbii ki, hər bir departamentin özü icra edən şəxsi olur. Amma startapda özün bir anlıq 7-8 departament olursan, HR sən olursan, maliyyə sən olursan, satış sən olursan, operation hamısı səndədir. Ona görə o təcrübənin özü də çox önəmlidir ki, yəni korporativdən öyrənirsən də artıq mən marketinqdəyəm, amma mən satışla da işləmişəm qarşılıqlı olaraq, mən maliyyə ilə də davamlı işləmişəm, hüquqla işləmişəm. Bunların hamısını artıq təcrübə edə bilirəm deyə mənim üçün daha rahat olur ki, mən necə dil tapa biləcəm həmin insanlarla gələcəkdə işləməyə və s. Ona görə çox önəmlidir. Yəni təcrübə məsələsi var. Məsələn 12 illik korporativ təcrübəm daha doğrusu yığmaq 12 ilimi alıbdı da o zaman. Amma startapda mənim 4 ilə öyrəndiyimi, 5 ilə öyrəndiyim, yəni korporativdə bu qədər qısa müddətdə öyrənə bilməyəcəkdim. Bu da var. Yəni hər birinin öz müsbət və mənfisi var. Amma yaş məsələsi çox önəmlidir o hissədə. Yəni o balansı qorumaq lazımdır. Türkan xanım, əslində mən o sualı verəcəkdim, amma müəyyən qədər softly ona gəldiniz özünüz. Siz dediniz ki, fintech sahəsində qurduğunuz startapda həm təsisçisiniz ümumiyyətlə və digər təsisçilər kişilərdir, yoxsa qadınlar kişilərdir? Yəni qadın ümumiyyətlə fintech həm təsisçisi olmaq yəni necə bir hissdir və müəyyən çətinliklər əslində təcrübəyə və s. bağladıq ki, oradan qaynaqlanan müəyyən məsələlər ola bilər. Amma ümumiyyətlə götürəndə, yəni bir fintech startapının həm təşkilçisi olaraq 4-5 fərqli istiqaməti eyni anda dartmaqdan əlavə başqa hansı alarmlar var ki, bu çox normaldır və qarşı tərəflər bunu görəndə bu ancaq onun кейsidir kimi qəbul eləməsində, yəni ümumi o patternlar hansılardır? Ümumilikdə qadın və ya kişi mövzusuna toxunsaq, mən biraz o müsbət ayrımcılığında əleyhinəyəm. Çünki hər zaman o bizdə olmalı olan bir şey üçün mübarizə aparmaq mənə biraz qəribə gəlir. Çünki onsuz da, yəni bu bizim haqqımızdır. Biz bunun üçün niyə mübarizə aparmalıyıq və niyə özümüz də bunu daimi vurğulamalıyıq ki, bizim bəs qadın haqları və s. bizim zaten haqqımız olduğuna görə orada biraz o barədə çalışıram ki, tam belə üstü qapalı keçim oranı. Çünki pozitiv ayrımcılığı sevmirəm. Amma belə deyim, İlk başlarda bəli, bu arada buna yeni gəlmişəm bu fikrə. Əvvəllər daha çox həmin fikirdə idim ki, qadın olduğuma görə bu alınmır, yəqin qadın olduğuma görə bu alınmır. Amma indi tamamilə o fikrin üzərindən xətt çəkmişəm və öz beynimi və münasibətimi buna dəyişdirmişəm. Hətta bir tərəfdən bunu qlobalda daha çox hal-hazırda yəqin ki, hiss eləyərsiniz. İnvestisiyalar daha çox female CEO və ya founder olursa daha çox etməyə başlayıblar. Diversity və ESG promotionu ilə, bəli. Bəli, çünki o statistikalar çıxmışdı ki, cəmi bütün dünya üzrə qlobal 3% investisiyalar qadınlara gedir. Yəqin bu statistika çox belə deyək, bütün dünya üçün utandırıcı bir statistika olduğu üçün artıq bu inisiativlər başlayıb. Və bəli, bugün belə elə bir mesaj almışam mən. Female CEO olduğunuza görə investisiya və s. məsələsi. Amma burada mənə görə investisiyanın birincisi, məsələn, startup founderının ən birinci rastlaşdığı problem nə olur? Təcrübə və s. biznes planı yazandan sonra, ideyanı formalaşdırandan sonra investisiya almaqdır. Mənə görə bu da networkingə və background-a bağlı olan bir tərəfdir. Sənin networkün,
sənə güvənə biləcək insanlar çoxdursa, bu investisiyanı ala bilirsən deyə düşünürəm. Mən həmişə deyirəm, PRF üçün 2 dəfə investisiya almışam. Bu ideya üçün. Ona görə əlbəttə ki, birinci investisiya daha çox idi və s. amma ikincini seçdim çünki daha öncə işlədiyim bir investor idi. Eyni şirkətdə işləmişik. Həmişə ona görə öz yolumu danışıram ki, gənclər bu barədə daha bilinçli olsunlar. Çünki mən öz əvvəlki çalışdığım şirkətdə CEO-mla almışam hal-hazırda 11 il sonra investisiyamı. Yəni bunun özü artıq kifayətdir ki, mən niyə görə deyirəm ki, həmişə işləmək və o backgroundu tapmaq lazımdır. Ən birinci investisiya problemi yaşayır startup founderları. Bunun üçün də dediyim kimi güvənilir olmaq lazımdır və düzgün çalışmaq lazımdır. Bizim Mərkəzi Bankın bilirsiniz regulyasiya gəldi bizə və lisenziya aldıq. Elektron pul təşkilatı lisenziyası almışıq. Orada belə çox gözəl bir bənd var. İcraçı direktorun qüsursuzluq aktını tələb eləyirlər. Və burada icraçı direktorun məhkumluq arayışı istənilir, məhkum olub olmaması ilə bağlı və eyni zamanda da daha əvvəlki işlərindəki qüsursuzluğu ilə bağlı bir araşdırma aparılır ki, daha əvvəlki iş yerində dərəduzluq edib etməyib. Çünki biz insanların pulunu yığırıq. Yəni günün sonunda biz etibarlı olmalıyıq. Ona görə o bənd çox xoşuma gəlmişdi mənim. Həqiqətən də gün sonunda startup founderlarının backgroundu çox önəmlidir və buna görə də güvənilir bir karyer planlaması olarsa investisiyanı tapa bilərlər. Əlbəttə ki, biraz işləmək lazımdır bunun üçün. İkinci hissədə artıq investisiya alandan sonra şirkəti idarə etmə challenge gəlir və bunun özü də artıq başlı başına hələ pul qazanmaqdan əvvəlki məsələdə daha böyük çətinlikdir. Çünki o an bir durursan, deyirsən ki, mən nələr eləməliyəm və artıq yavaş-yavaş o yazdığın roadmap-a uyğun, yol xəritəsinə uyğun davam etməyə başlayırsan. Ona görə burada artıq təcrübə öz sözünü deyir və təcrübə köməyə gəlir ki, digər kolleqalarından da dəstək ala bilirsən, köhnə kolleqalarından, ən azından yazıb soruşa bilirsən və s. və öz sahəndəsə onsuz da özünün təcrübən var o barədə. Ona görə bu barədə mən başlayanda, məsələn, mən köhnə kolleqalarımdan, həmkarlarımdan çox yəni soruşurdum müəyyən bir bilmədiyim yerləri. Mən qayıtmaq istərdim PRF-ə. PRF ümumiyyətlə həll olaraq bilirəm ki, daha çox B2B çalışır, amma dolayısıyla yolla insanların həyatını necə rahatlaşdırır? Bəli, biz tamamilə bizneslərə dəstək veririk və əlbəttə ki, günün sonunda da son tükətici ilə, son userla da, yəni son user bizim ödəniş səhifəsini görür. Misal üçün, siz hansısa bir ateliyə gedirsiniz. Bu Xankəndi ateli ola bilər. Xankəndi atelin hal-hazırda bizim müştəridir bu arada. Xankəndi atelinə gedirsiniz və ora getməmişdən əvvəl sizdən ödəniş tələb olunur. Bizim müştərimiz olan atel sizə telefonunuza link göndərir. Bu linkdə sizin həm invoice kodunuz olur, həm də link olur ki, ora tıklayıb keçib onlayn ödəniş eləyəsiniz. Invoice koduna isə yaxınlaşıb terminallardan ödəniş eləyə bilərsiniz, əgər nağd ödənişiniz varsa. Dediyim kimi, digəri ilə də kartla ödənişinizi eləyirsiniz və iki üsulla, bir SMS-lə sizə iki üsullu bir ödəniş təklif edirik və artıq ödənişi edəndən sonra həmin məbləğ sizin kartınızda bloklanır. Və siz otelə getdikdən sonra, siz oteldə artıq qalıb qayıdandan sonra, yəni check-out hissəsində sizdən həmin məbləğ tamamilə silinir və bizim müştərinin balansına keçir. Belə bir rahatlıq verə bilirik. Yəni, buna görə gedib haransı axtarmaq lazım deyil və yaxud da nağd özünüzlə daimi daşıyan deyilsinizsə, daşımanıza ehtiyac yoxdur. Və yaxud da ki, ora gedəndə QR-ı skan edib QR-la ödəyə bilərsiniz və s. belə. Türkan xanım, ümumiyyətlə fintech sahəsini, yəni ölkədə inkişafı üçün, startapların daha çox belə deyək, çoxalması üçün qanunvericilik təbii ki, çox əsasdır və o əsas istiqamətlərdən biridir. Bununla bağlı qanunvericilik bu proseslərə nə dərəcədə dəstək olur? Yəni
proseslərin daha o dediyiniz daha şəffaf, daha əlçatan olması üçün? Az öncə qeyd elədiyim kimi, fevral ayında Mərkəzi Bankın həmin qanun layihəsi açıqlandı və biz may ayı artıq yekun deadline idi, müraciət elədik və elektron pul təşkilatı lisenziyamızı aldıq. Lisenziyamızı ala bilməsək də əlbəttə ki, fəaliyyətimiz dayanırdı. Lisenziyanı alandan sonra bizim üçün daha rahat tərəfin birincisi odur ki, biz qlobal şirkətlərlə çalışa bilirik. Çünki ölkədəki qlobal şirkətlər və ölkəyə gəlmək istəyən qlobal şirkətlərin birinci sualı bu olurdu ki, sizin fintech lisenziyanız varmı? Biz bir il əvvələ qədər xeyr deyirdik, amma hal-hazırda artıq daha rahatıq bu barədə. İkincisi, bu prosesi keçməyin özü bizi biraz daha təcrübəli etdi. Çünki biz digər ölkələrdə də fəaliyyət göstərən və göstərməyi planlayan bir startapıq. Ona görə bizim üçün artıq növbəti ölkələrdə bütün o prosedurlarımız da hazır olduğuna görə daha rahat şəkildə orada da bu lisenziyanı ala biləcəyimizi düşünürəm. Üçüncü tərəf isə şəffaflıq mövzusunda burada mənim üçün dəyişən bir şey olmadı. Çünki bizim şirkət ilk gündən onsuz da onlayn ödənişlərə təşviq eləyir və ilk gündən şəffaf bir şirkət olduğuna görə də startapıq, yəni ən azından. Və həmişə deyirəm ki, bu sənədləri almağa çox maraqlı olan startaplardan biriyik. Bizim startap şəhadətnaməmiz olsun, Texnopark rezident statusumuz və indi də lisenziyamızla bir yerdə sənəd almağa doymuruq. Əslində ki, hamısını da ala bilirsiniz, yəni alırsınız yəni. Bəli, yəni çox şükür ala bilirik. Yəni sənəd almağa doya bilmirik. Amma bu proseslərin özü bizi düzdür startapıq, amma biraz da daha belə regulyativ orqan tərəfindən nəzarətdə olan bir şirkət olaraq inkişaf etdirir və artıq digər partnyorlarımız da necə ki, Mərkəzi Bank tərəfindən nəzarətdədir, biz də o cür bir nəzarətdəyik və bunun özü bizə biraz daha rahatlıq verir və müştərilərimizi də daha çox rahatlada bilir. Çünki onlar da bilirlər ki, lisenziyalı bir şirkətdirsə, daha rahat güvənib əməkdaşlıq eləyə bilərəm. Mən sonuncu sualımızı vermək istəyirəm. Düzdür, biz daha öncə danışdıq, orada qeyd elədik ki, tövsiyələr bir startapçı hansı bilikləri və əlaqələrə sahib olmalıdır və s. Amma mən bu tövsiyədə istəyərdim o hissələrə toxunaq ki, ümumiyyətlə ölkəmizdə startap ekosistemi inkişafı üçün hansı imkanlar var? Hardan nə almaq olar? Məsələn, qeyd elədiniz ki, rezidentlik almışıq və yaxud da şəhadətnamə almışıq və s. Bu ölkəmizdə olan bu imkanlardan biraz bəhs edək. Ölkəmizdə həm akselerasiya mərkəzləri var, həm hub centerlar var, hardakı startap qurmaq istəyən insanlar rahat şəkildə gedib öz ideyalarını paylaşıb, təqdim edib, həmin o akselerasiya mərkəzlərində fəaliyyət göstərə bilirlər və eyni zamanda da investisiya fondu da var, bilirsiniz, bunu Qafqaz Venture fondları var və oradan da rahat investisiya ala bilirlər. Dediyim kimi, qadın bordda çox olarsa, daha rahat şəkildə qlobaldan da investisiya ala biləcəklər, bəli. Biz özümüz Texnopark rezidentiyik və İnnovasiyalar Agentliyi ilə, məsələn, biz xaricdə baş verən bütün sərgilərə gedə bilirik, roadshow çərçivəsində seçilirik və seçilən startapısa bəli, orada sərgilərdə təmsil edirik ölkəni, öz startapımızı və orada bizim stendlərimiz olur. Elə bu ay biz Jitex tədbirində idik, İnnovasiyalar Agentliyinin dəstəyi ilə. Biz orada da məsələn öz potensial müştərilərimizlə, investorlarla, bir mobil tətbiq var da onun üzərindən investorlarla da görüşlər keçirmişik və əlçatan edir bizə bir çox şeyləri. Yəni deyərdim ki, bəli, ekosistem son 3 il ərzində daha çox inkişaf edib, yəni 5 il bundan öncəyə qədər bu qədər inkişafda deyildi deyə düşünürəm. Amma hal-hazırda biraz daha inkişaf var deyə düşünürəm. Amma fintech sahəsinə gəlmək istəyən gənclər biraz bir neçə dəfə düşünsünlər. Çünki digər startaplardan daha çətindir. Birinci növbədə lisenziya tərəfinə görə nizamnamə kapitalı çox tələb olunur, onu nəzərə alsınlar. Eyni zamanda da biraz həmin o network tərəfi var, əlaqə tərəfi var, güvən məsələləri var. Ona görə biraz bu barədə bir neçə dəfə düşünsünlər. Yəni digər sahələr daha asan da ola bilər deyə düşünürəm artıq. Aydındır. Fintechə gələnlər daha düşünüb gəlsin. Bəli, bir neçə dəfə düşünsünlər hətta.
Aydındır, çox sağ ol. Təşəkkürlər maraqlı söhbət və tövsiyələr üçün. Fintech çox maraqlı sahədir və hər zaman belə deyək, startap arasında mənim də belə marağım olan, biz Türkiyədə bu haqqda çoxlu söhbətlər eləmişik, amma həqiqətən challenge olsa da bir tərəfdən də çox maraqlı bir sahədir. Beləcə biz daha bir podkastımızın sonuna gəldik. Bizi izləyən hər kəsə təşəkkürümüzü bildiririk. Və Tək Nəsli podkastını bir daha qeyd etmək istəyirəm ki, 4-cü Sənaye İnqilabının Təhlil və Koordinasiya Mərkəzinin, eləcə də Women in Tech təşkilatının birgə əməkdaşlığı çərçivəsində baxırsınız. Bizi izləyin, bizə kommentlərdə yaza bilərsiniz. Növbəti bizdə hansı mövzuları görmək istəyirsiniz, bu haqda bizə bildirə bilərsiniz. Sağ olun, hələlik. Sağ olun.